Paytaxtın tarixi mərkəzi İçəri şəhərdə işlər sürətlə həyata keçirilir. Ərazidəki tarixi görünüşə xələl gətirən sayğaclar yenilənir. Məhz buna görə istehsal müddəti bitmiş smart tipli sayğaclar mexaniki tipli sayğaclarla əvəz olunur. Eyni zamanda köhnəlmiş borular da boyanaraq ümumi mənzərəyə uyğunlaşdırılır. Azərqaz İstehsalat Birliyi və İçəri şəhər Qoruq İdarəsinin Mənzil Kommunal Təmir Xidməti tərəfindən sayğacların dəyişdirilməsi prosesi aparılır. Artıq 20-yə yaxın sayğac dəyişdirilib və bundan başqa estetik görünüşü poza biləcək qaz turbaları idi, ondan başqa elektrik naqilləri də tamamilə dəyişdirilib, yeniləri ilə əvəzlənir. Görülən işlərin məqsədi sakinlərin rahatlığını və təhlükəsizliyini təmin etməkdir. Qaz kəməri ilə, sayğaclarla əməlli iş aparıldı, bərpa işləri görüldü. Daha güclü, daha təsirli qazın gəlişini gördüm. Bu, əlbəttə, biz sakinləri çox sevindirir. Çox şadıq ki, İçəri şəhərdə olan qaz sayğaclarını düzəldiblər, boruları rəngləyiblər. Bərpa işləri qurğulardan əlavə İçəri şəhərin Vəli Məmmədov, Əziz Əliyev, Böyük Qala və hər küçələrindəki eyvan və fasadlarında da aparılıb. Eyni zamanda muzeylərimizə girişi daha sakin, həm turistlərin məmnunluğunu təmin etmək məqsədi ilə Şirvanşahlar Sarayında əvvəllər giriş-çıxışda çox böyük sıxlıq yaradılırdı. İçəridə həm kassa var idi, həm giriş var idi, həm eyni qapıdan çıxış var idi. Bunun da qarşısını almaq üçün yeni həm kassa biz istifadəyə vermişik, həm də turizm mərkəzi. Bütün bu yeniliklər əsrlər boyu formalaşan İçəri şəhərin gözəl görünüşünə əlavə çalarlar qatır. Lalə Allahverdiyeva, Mirəziz Mirəlioğlu, Rəşidə Zülfüqarova, AzTV xəbər.